Necə yəni burada ilan var? Bəli, var. Şəxsən sizin ayağınızın Bəlkə altındadır hal-hazırda. Hazırda Qubada Nügədi kəndindəyik. Arkada çalışan zəhmətkeş bəyə yaxınlaşıb bir sual vermək istəyirəm. Salam əleykum. Çəkə bilərik sizi. Bəli, buyur. Adınızı öyrənə bilərəm? Bəli, adım Vəkildir. Bizim bir rubrikamız var və təsadüfən gördüyümüz zəhmətkeş insanlara yaxınlaşıb bir sual veririk. Əgər sualın cavabı doğru olarsa hədiyyə veririk. Bilmək istəyirdim, sizcə Apollo brendi hansı ölkənin brendidir? Bizim rayonda var. Görmüşəm, aqreqatdır. Bəli, Türkiyənindir. Doğrudur, Vəkil bəy doğru bildi. Təşəkkür edirəm Vəkil bəy, bizdən kiçik bir hədiyyə sizə. Bu iş prosesində başınıza gələn hər hansı bir maraqlı bir hadisə olub? Hər il ilanla qarşılaşıram. Necə yəni burada ilan var? Bəli, var. Şəxsən sizin ayağınızın Bəlkə altındadır hal-hazırda. 1 metrdən yuxarı olardı. Mən onu mişarla kəsdim. Yarı hissəsi çıxıb çiynimə düşdü. Özüm də qorxdum. Məcbur qalıb əlimi vurub atdım. Əlimi vuranda həqiqətən qorxdum. Ondan sonra yıxıldım yerə. Vəkil bəy, inşallah bundan sonra həmişə qəzasız bəlasız işləyəsiniz. Məhsulunuz Çox bol sağ olun. olsun. Təşəkkür Allah edirik. Sizə də bir xahiş eləyim. Cərgənlə gedəndə ilanlardan ehtiyatlı olun. Yaxşı.